Quran-ı Kərimin o kiçik surələrindən olan Əsr surəsinin ətrafında, izahında danışacaq. Bismillahirrahmanirrahim. Vəl-əsr. And ola əsrə. İnnəl insana ləfi xusr. Həqiqətən insan ziyan içərisindədir. Yalnız istisna var bu insanlar içərisində. İlləl-ləzīnə āmenū və amilu's-salihat və təvāsav bil-haqq və təvāsav bis-sabr. 4 qrup bu ümumi ziyanda olanların içərisindən çıxır. Ayənin mənasına baxsaq. İlləl-ləzīnə āmenū, deməli ziyanda olmayanlar, Allaha iman gətirənlər, bu bir. Və amilu's-salihat, iman gətirməklə yanaşı Allaha gözəl əməl edənlər, salih əməl sahibi. Və təvāsav bil-haqq və təvāsav bis-sabr. 3-cü, onlar ki, insanları haqqa, ədalətə tövsiyə edirlər, dəvət edirlər, çağırış edirlər və özləri də imtahan və sınaq qarşısında səbr edənlərdən və insanları da səbrə tövsiyə edirlər.